Mən də səhvdir. Tamam. Əlimə Can bak. yazmışım düz olduğunu bilmiyorum. Necə deyim də necə İyi yazılan. olmadı axı. Hündürlüklər hamısı eyni olardı. Yox. Bakalım da uşaqlar. Olar mı? Aha. MGH plus 1 bölünsün 2'də 1 MV0 kvadrat bərabərdir 2'də 1 MV kvadratla. Yəni, bax, belə bir şey yazar uşaqlar. Bax, şaqlı aşağı atırıq. Yer dəyişmənin düsturunu, bax, bu düsturundan istifadə edəcəm. H bərabərdir V kvadratı çıxaq V0 kvadratı bölə 2G-dən. Bax, bu düsturdan istifadə edəcək. Və bizə deyir ki, bu cisimlər hamısı eyni sürətlə yerə çatır. Yəni, son sürətləri hamısında eynidir da. Belə düşünəyin. Bax, buna bir V1 deyirəm. Buna bir V2 deyirəm. Buna da V3 deyirəm. V1 bərabərdir V2, o da bərabərdir V3-ə. Yəni, yerə çatan andakı sürətlər eynidir uşaqlar. Tamam mı? İndi bunlar da bir dənə böyük bir belə işarə eləyəndə bir V ştrix deyirəm. Yəni hamısına bir V ştrix deyirəm. Hamısı bir V ştrix sürətlə saxlayıram. Və yaxud da hər hansı bir hərflə işarə edə bilərik. İndi H1 üçün yazsam nə yazacam uşaqlar? V ştrix kvadratı. V ştrix birisi nədir? Bunların yerə çatan andakı sürətlərdə törəmə kimi düşünməyin də bunu. Yəni yaxşı törəmə kimi düşünərsiniz, siz onu bilirəm. Elə eləyən ki, başqa cür deyən. V ştrix deməyən uşaqlar. Bax, hər hansı bir ədədlə işarə edirəm. Misal üçün, belə yazıram, bax. V1. Hamısı eyni deyirəm. V1 kvadratı. Bax bu. Çıxılsın V0 kvadratı. Başlanğıc sürət neçədir? 3V'dir. Kvadrat neçə olacaq? 9V kvadratı. Bölə neçə? 2G. H1 budur. H2 üçün yazsam nə yazacam uşaqlar? Yenə sürətlər eynidir, axı yerə çatanda sürət. V1 kvadrat kimi çıxılsın 2V kvadratı. V0'ımız neçədir burada? 2V'dir. Kvadrat neçə olacaq? 4V kvadrat. Bölünsün nə? 2G. H3 üçün yazsam nə yazacam uşaqlar? V1 kvadratı çıxaq V kvadratı bölə 2G. İndi bax, 3 dənə bu H-ları müqayisə eləyək. Fikir verin uşaqlar. Bax, hamısının məxrəci elə eynidir. 2G-dir. Burada baxıram, V kvadratı, bu da V1 kvadratı, bu da V1 kvadratıdır. Aha, bunlar da eynidir. Onda mən nəyə baxacam uşaqlar? Bax, bu ifadələrə baxacam da. Çıxıramsa, nə olar uşaqlar? Böyük olduqca nə edəcək? Azalacaq. Bax, bu V kvadrat çıxaq V0 kvadratı var ya. V0 kvadratı artdıqca H nə edəcək? Azalacaq. Aydın oldu mu nə demək istəyirəm? Çıxıram axı burada. Çıxıramsa V0 kvadratı artdıqca